Ateist düşüncəsinə yaxın olan vəhhabilər deyir ki, siz imamların qəbrini eləmisiniz pərəstiş yeri və siz də bunların qəbrini ziyarət etməklə bütpərəstlər kimi əməl edirsiniz. Yəni, bu məsələ hər bir insanın düşüncəsindən qaynaqlansa da, bunlar məsələni tam olaraq başqa istiqamətə aparmağa çalışmışlar və bəzən də müəyyən insanlar, yəni İslam məarifindən savadı və biliyi olmayan şəxslər bəzən də bunların sözünə də inana bilər. Şiə əqidəsində hər hansı bir qəbri ziyarət etmək Allahı yad etməkdir. Peyğəmbər buyurur ki, qəbirləri ziyarət edin. Nəyə görə? Çünki Allah, axirət yad olunsun. Və imamların, imamzadələrin əgər ziyarətinə getsəz, görərsiniz ki, hər hansı bir şəxs o istiqamətə nə dua edir, nə namaz qılır. Hətta ziyarətnamələr var. Yəni, hər bir imamın, imamzadənin ziyarətnaməsi var. Orada görün nədən bəhs olunur? İlk olaraq Allah-şünaslıqdan, təvhiddən, Allaha hər hansı bir şeyi şərik qoşmamaqdan, ondan sonra həmən şəxsə salam deyilir ki, sən Allaha ən gözəl bəndə oldun, Allaha ən gözəl təslim olanlardan olsun. Yəni, bu ziyarətlərin özü təvhidi yayır, təvhid mərkəzliyi yayır. İndi deyə bilərsiniz ki, biz tərəfdə müəyyən bir pir var, müəyyən bir dağ var, müəyyən bir ağac var, insanlar gedir onlara tapmır. Bunlar artıq İslam məarifinin, şiyyəliyin prinsipi deyil. Bu, hər bir millətdə ola bilər, hər bir tayfada ola bilər. Bunu dinin ayağına yaymaq, bunu şiyyəliyə bağlamaq heç bir düşüncəli şəxsə yaraşmayan bir məsələdir. Şiyyənin əqidəsi, şiyyənin duası, şiyyənin ziyarət mərasimi göz qabağındadır. Hardasa dəvə var, nə bilim, hardasa ağaca müəyyən bir şeylər bağlayırlar. Bunun şiyyəli ilə, bu kimi məsələlərlə heç bir əlaqəsi yoxdur.